Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə təqvalı olmağı, gizlin və aşkar Allahdan çəkinməyi tövsiyə edirəm. Bu cüməmiz mübarək Ramazan ayının ilk cüməsidir. Allah hər birimizə bu gözəl cüməni mübarək eləsin. Allah günahlarımızı bu ayda əff eləsin. Bizim hamımıza təqvalı olmağı, Allahdan gizlin və aşkar çəkinməyi nəsib eləsin. Bu mübarək Ramazan ayının fürsətlərindən istifadə eləyərək imanımızda, əxlaqımızda, mənəviyyatımızda ciddi bir dəyişiklik eləyənlərdən bizi qərar versin inşallah. Mən bu cümənin mübarək Ramazan ayının ilk cüməsinin ilk xütbəsində Allahın bəyəndiyi bir insani keyfiyyət barəsində danışmaq istəyirəm. Sözümə Quran-ı Kərimin Bəqərə surəsinin 274-cü ayəsi ilə başlayıram. Uca Allah buyurur: "Əllezîne yunfiqûne envâlehum bil-leyli ven-nehâr sirran və alâniyeten felehum ecruhum inde rabbihim və la xawfun aleyhim və la hum yahzanun." Uca Allah buyurur ki, öz mallarını gecə və gündüz, gizlin və aşkar Allah yolunda infaq edənlərin Rəbbi yanında böyük mükafatları var. Onların ahirətdə heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Bu ayələr bizə Allah yolunda nədənsə keçməyin Allah tərəfindən nə qədər qiymətləndirdiyini başa salır, öyrədir. Yəni, səxavətli bir insan Allah yolunda pulundan, malından, canından, vaxtından xərcləyən insan. Səxavət ancaq belə anlaşılmasın, adam ancaq pulundan xərcləyir, xeyr. Adam fiziki gücündən də Allah yolunda xərcləyə bilər, malından da, hətta canından da xərcləyər Allah yolunda, vaxtından da keçər. Bunlar hamısı infaqdır. İnfaqdır, yəni infaq etməkdir, Allah yolunda nəsə xərcləməkdir. Allah da belə adamların haqqında buyurur ki, onların mükafatı Rəbləri yanındadır. Xüsusi bir mükafatdır, özəldir. Və buyurur ki, qiyamət günündə onlara qorxu olmayacaq, qorxmayacaqlar və onlar qəm-qüssə çəkməyəcəklər. Hədislərdə qeyd olunur ki, qiyamətdə İnsanlar bir şeyə görə möhkəm peşman olacaqlar. Önəmli bir şeyə görə hamı peşman olacaq ki, baxacaqlar ki, bir dəstə insan nə qəmlidir, nə də qorxur. O dəhşətli gündə ana atadan, övlad anadan, ana övladdan qaçan bir gündə biz məsələn təsəvvür edin, baxırıq vəhşət içində qorxuruq, baxırıq ki, bir dəstə qorxmur. Rahatdır, qəmli deyil, narahat deyil. Hamı onların halına qibtə eləyəcək. Və deyir, qiyamətin bir peşmançılığı budur ki, hədis qeyd edir ki, hamı deyəcək ki, ilahi, kaş çox xərcləyərdim, kaş çox eləyərdim, əlimdən gəldiyi qədər eləyərdim, az eləmişəm. Çünki Allahın o infaq eləyən insanlara verdiyi mükafatı görəndə qiyamətdə hamı peşman olacaq ki, kaş o dünyada özümdən sonra qoydum getdimi, heç bilmirəm nə eləyəcəklər o mal mülkü, kaş ondan biraz da Allah yolunda xərcləyərdim. Xüsusən varlı insanlar peşman olacaqlar bu mövzuya görə. Çünki varlı insanların böyük əksəriyyətinin hamısına şamil deyil təbii ki, amma tanıdıqlarımızı elə içində mən nəzərdə tuturam ki, böyük əksəriyyəti simic insandır. Reallıq budur da, hamımız görürük, qurban olum kasıbın ürəyinə. Kasıbın ürəyinə. Bu boyda məscid tikildi burada. Neçə nəfər barmağımızı qatdıyın ki, çox imkanlı insan yaxın gəldi bizə. Bir neçə nəfər çox az. Yəni 10 nəfər imkanlı varsa onun biri gəldi, ikisi gəldi. Yerdə qalanını elə zəhməti ilə gündəlik dolanan insanlar elədilər.
Yəni biz göz qabağında da hər şey görürük də, aşıq gördüyün çaldığı kimi biz də gördüyümüzü danışırıq həmişə ki. Doğrudan da varlı insanların bir xasiyyəti var, simic olurlar, pul xərcləmək istəmirlər, Allah yolunda nədənsə keçmək istəmirlər. Rəhmətli Hacının Allah ruhunu şad eləsin. Deyirdi, məndən yaxşı tanıyan məsuzə bu imkanlıları. Onlar deyir, xoş deyir, elə dindən danış onlara, hayıl-mayıl olsunlar, desinlər, bəh, nə gözəl danışır, halaldır sənə, maşallah, əla, ləzzət elədi, feyz verdin. Amma deməklə ki, gəbi 5 manat xərclə bir Allah üçün bir iş görək. Onu demə. Onu demə. Ona görə də kim ki bu dünyada Allah üçün bu baxımdan işi az görəcəksə, qiyamətdə deyir peşman olacaq. Allah canını sağ eləsin. Buradan mən dua eləmək istəyirəm o insanları ki, Allah onlara yetirib, varlarıdır şükür Allaha, zəhmət çəkiblər, qazanıblar, yaxşı imkanları var, həm də Allah yolunda xərcləyirlər. O insanların doğrudan da bu cəmiyyətin elə adamlar mehvəridir. O insanlar dəyərli adamlardır, qiymətli insanlardır ki, var və Allah yolunda da xərcləyirlər. Allah onlara 1000 əvəzin qaytarsın inşallah. İlahi Peyğəmbərlərin və Əhl-i Beytin ən önəmli fəzilətlərindən biri məhz onların səxavətli adam olmaları olub. Əhl-i Beytə hansı tərəfdən baxırsansa, mütləq orada bir səxavətin ətrini duyursan, səxavət görürsən. Bu barədə Quran-ı Kərimdə də kifayət qədər danışılır Uca Allah tərəfindən və tarixdə də çoxlu hədislər, məlumatlar var. Və Həzrəti Rəsulullah sallallahu buyurur ki, Allahın bütün dostlarının ortaq bir xasiyyəti var. Bütün Allah dostları, yəni övliyalar, ortaq bir xüsusiyyətə malikdirlər. Peyğəmbər buyurur, onların ortaq xüsusiyyəti budur ki, onlar fitrən səxavətli olurlar. Yəni, cəmaatdan geri qalmayım deyə qoy görsünlər, mən də nəsə elədim, gətirim, verim, o yox, elə olmurlar. Özlərin məcbur eləmirlər səxavətli olmağa. Fitrən səxavətlidirlər. Yəni, işlərindən gəlir. Heç kim də heç nə eləməsə, işlərini, verdiyi pulu heç kim də görməsə, rahat verirlər Allah yolunda. Yəni, gizlin xərcləyə bilirlər. Bir adam ki, Allah yolunda gizlin pul xərcləyə bilirsə, deməli, fitrən səxavətlidir. İçində var o hiss onun. Bir var kənardan təsir edirlər ona, o da can dərdi nəsə eləyir. Bir də var Peyğəmbər buyurur ki, Allahın dostlarının bir xasiyyəti var, fitrən səxavətlidirlər. Özlərinin içində bu hiss. Yəni, özlərini səxavətli olmağa məcbur eləmirlər. Səxavət onların təbii halıdır. Necə məsələn oturmuşsansa, təbii halın, təbii xarakterində nələr var, hansı xasiyyətlər var? Bu səxavət də sənin artıq xarakterivə çevrilib. Bir əsr bundan əvvəl bir dəyərli alimimiz yaşayıb bizim Kərbəla şəhərində. Ruhu şad olsun, Şeyx Zeynələbdin Mazandarani. Zamanəsinin çox böyük xeyriyyəçi insan olub. Baxmayaraq ki, elə də böyük imkanı olmayıb, amma xeyriyyəçi adam olub. Onun səxavətli olması barəsində çox şeylər yazırlar. Mən birini danışım sizə. Deyirlər, hətta bəzən gedərdi, borca pul götürərdi, kasıblara paylayardı. Müştehiddir, fəqihdir, özünün pulu olmayanda gedib borca götürüb cəmaata pul xərcləyərmiş. Bir gün ölüm yatağındaydı. Mirzə Şirazi, o da böyük fəqihlərdəndir. Onun gəlmişdi ona dəyməyə. Deyir, gördü ki, çox narahatdır da, can yatağındadır, narahatdır. Dedi, Mirzə Şirazi başladı ona bəzi nəsihətlər eləməyə ki, qorxma da, ölümdür, Allahla görüşə gedirsən, belə elə. Baxdı Mirzə Şirazi ağa dedi ki, mən ölümdən qorxmuram Mirzə. Qorxum ölüm deyil. Qorxuram ki, gedərəm axirətdə məndən soruşarlar ki, biz sənə dünyada hörmət vermişdik. Etibar eləyirdi cəmaat sənə, avrun izzətin var idi, sözün keçirdi. Nə qədər öz avr izzətindən cəmaatın yoxsulluğunun aradan qaldırılması yolunda xərcləyə bildin. Yəni, sənin etibarın var idi, cəmaata borc alıb belə yaxşılıq eləyə bilərdi, niyə eləməmsən? Halbuki eləyib ha, amma gör nəyə görə narahatdır? Deyir, düzdür, özümün pulum yox idi çox elədə, amma etibarım var idi. Yəni, cəmaat mənə etibar eləyirdi də, mən o etibardan yaxşı mənada istifadə eləyib, başqalarına kömək eləyə bilərdim. Qorxuram bunu məndən soruşarlar ki, etibarım var idi, niyə bir iş görməmisən? Tarixdə qeyd olunur, İslam tarixindəki Yəməndən bir qrup insan durdu gəldi Peyğəmbər sallallahu yanına, görüşürdülər Peyğəmbər sallallahu. Amma müsəlman deyirlər ha. Gəliblər Peyğəmbərlə söhbət eləsinlər ki, hələ İslamı qəbul eləyək, eləməyək, necə olacaq bizim halımız.
Danışdılar biraz Peyğəmbərlə. Bunların içində bir nəfər var idi. Çox nadan adam idi. Yəni, çovud bir insan idi. Tərbiyəsi yox idi. Peyğəmbərlə tərbiyəsiz danışdı. Yəni, Peyğəmbərlə elə sərt, çobud, tərbiyəsiz şəkildə danışdı ki, tarix necə yazıb, o cür deyirəm. Deyir, Peyğəmbər elə qəzəbləndi onun danışıq tərzindən ki, Peyğəmbərin alnında damarları şişdiyi görsəndi qəzəbindən. Və bir Peyğəmbər deyir, başını saldı aşağı ki, o sözün kəssin, Peyğəmbər onu qovsun. O rəhmət Peyğəmbəri adam qovmazdı ya. İndi gör bu adam nə qədər tərbiyəsizlik eləyib ki, Peyğəmbər onu qovmaq fikrinə düşdü ki, qovsun məclisdən. Deyir, elə bu zaman Cənab Cəbrail Peyğəmbərə nazil olur. Və bir xəbər verir Peyğəmbərə. Deyir, ya Rasulallah, o səninlə kobudluq eləyən adam Yəməndə öz cəmaatının arasında çox əlaçıq adamdır və yetim yesirə əl tutandı. Deyir, Peyğəmbər bu xəbəri eşitdi, güldü və üzün döndərdi, ona dedi ki, filan kəs, az qalmışdı səni qovun məclisdən, elədiyin hərəkətə görə. Amma mənə xəbər verildi ki, sən səxavətli adammışsan. Sən əl açıqsan, cəmaata süfrə açırsan, çörək verirsən, kasıb-küsübə əl tutursan. Mən buna görə səni qovmaq fikrindən vaz keçdim. Allah xəbərdar elədi məni, bildim və indi səni qovmuram. Baxmayaraq ki, kobudluq eləmirsən. Bu vaxtı Peyğəmbərə dedi ki, ya Rasulallah, mən belə deyirəm də, Peyğəmbərə hörmət əlamət olaraq o adı ilə dedi. Dedi ki, ya Rasulallah, məgər sizin Allahınız səxavətli adamları sevir bəyəm? Dedi, bəli, çox sevir. Allah səxavəti də sevir, səxavətliləri də sevir. Ondan sonra baxdı, dedi ki, ya Rasulallah, mənim ömrüm səxavətli olmaqda keçib. Bir din ki, səxavətli insana dəyər verir, bir Allah ki, səxavətlini sevir, mən də həmin dini qəbul edirəm və kəlmə-i şəhadət dedi, qəbul elədi İslamı. Fikir verin, Allah icazə vermədi ki, bir adam hətta Peyğəmbərə hörmətsizlik eləyib. Amma Allah icazə vermədi Peyğəmbər qovsun onu. Niyə? Çünki səxavətli idi. Görün, Allah üçün bu xüsusiyyət nə qədər önəmlidir ki, hətta Peyğəmbərini tənqid elədi, Peyğəmbərinə hörmətsizlik eləsə də belə, Allah onu qovmağa icazə vermədi. Çünki cəmaata kömək edirdi deyə. Həzrəti Rəsulullahın bir sadiq səhabəsi var idi. Qeys ibn Səd adında. Ruhu şad olsun. Peyğəmbərdən sonra Əli əleyhissalamın sadiq tərəfdarı oldu. İmam Əli şəhid olandan sonra İmam Həsən ağanın dövründə də yaşadı. İmam Həsənin də sadiq tərəfdarı oldu. Az deyə belə adamlar Peyğəmbərdən sonra Əli əleyhissalamın, İmam Həsənin yanında ola bilsin və axıra qədər Əhl-i Beyt ailəsini müdafiə eləsin. Az olub belə adamlar. Onlardan biri də bu kişi idi. Qeys ibn Səd. Bunun adını yaxşı yadda saxlayın. Deməli, Qeysin atası varlı adam olub. Qeysin atası, indiki dinlə desək, mehmanxana sahibi idi. O dövrdə karvansara deyərdilər. Karvansaraları var idi. İmkanlı adam idilər. Bu Qeys də nə edirdi? Bir gün Peyğəmbər sallallahu bir döyüşə getdi. Getmək üzrə idi. Qoşun hazırlanmışdı, amma qoşunda yemək çatışmamazlığı var idi. Kasıb dövrləri idi hələ. Mədinə dövrünün ilk dövrləridir. Qeys gəldi, 9 dənə dəvə aldı. Gətirdi, qurban kəsdi, bütün döyüşçülərə ehsan verdilər neçə gün. O dövrdə 9 dəvə alıb ehsan eləmək, bilirsiniz, zarafat bir məsələ gəlməsin sizə. Bir dəvə indiki ən belə bahalı maşının puluna bərabər bir şeydir. 9 dəvə aldı, kəstirdi, qurban kimi ehsan elətdirdi və başqa ehsanlar da elədi təbii ki, bu tək dəvə deyil, başqa ehsanlar da eləyir. Silah olmayana silah alıb verirdi, paltarı olmayana, zireh olmayana zireh alıb verirdi. Belə yaxşılıqlar eləyirdi Peyğəmbər yolunda. Sahabələrdən bir-iki nəfər var idi. Qeysin bu hərəkətindən narahat oldular. Dedilər, bu atasının malını dağıdacaq. Sözə baxın. Yəni, atası zəhmət çəkib pul qazanır. Düzdür, oğlu da zəhmət çəkən uşaq olub. Qeys özü də zəhmətkeş insan olub. Amma əsas miras atasından qalıb da, Səhəddən. Dedilər, bu atasının var dövlətini dağıdacaq sağa sola. Gedək Peyğəmbərin yanında, ya Peyğəmbərdən əlavə ona şikayət eləyək, deyək ki, oğlum belə bir şey görür. Söz gəldi, çatdı atasının qulağına, Səhədin qulağına. Səhəd də Mədinə məscidində namaz qılırdı. Qıldı, qutardı namazı, dedi, Peyğəmbərin yanında sizə şikayət eləyəcək. Hamı gözləyir ki, indi Qeys gələcək, deyəcək ki, ya Rasulallah, mənim oğlum mənim pulumu dağıdır, ona nəsiyyət elə.
9 dənə dəvə alıb, mən nə bilim, nə eləyib, belə eləyib, elə eləyib. Gördülər, Qeys gəldi, dedi ki, Səd gəldi, dedi ki, eşitmişəm oğlum Allah yolunda pul xərcləyib və bu bəzilərini narahat eləyir ki, mənim pulum xərclənir, mənim pulumu dağıdır oğlum da, belə deyək. Amma bilin ki, mən o adamlardan bezaram ki, mən o insanlara görə narahatam ki, oğlum Allah yolunda pul xərcləyir, buna görə narahatdılar. Və mən, ya Rəsulullah, sənə şikayət edirəm ki, mənim oğlumla o paxıl insanların arasındakı əlaqəni kəs. Mən istəmirəm onlar mənim oğlumla oturub dursunlar. Çünki onlar mənim oğlumu simic eləyəcək. Simicliyə öyrədəcək. O uşağı mən tərbiyə eləmişəm Allah yolunda elə pul xərcləməyi. Mən öyrətmişəm ona. Yəni buna sözdə gedib deyirsiniz, uşağımız simic eləmək istəyirsiniz, atasının pulunu dağıdır. Tək ki Allah yolunda xərcləsin mənim pulumu. Mən razıyam buna. Sahabələr baxdılar ki, biz gördük indi gəlib oğlun danlayacaq. Bu çıxdı bizi danladı ki, oğlum əcəb eləyir Allah yolunda pul xərcləyir. Görürsün necə kişilər yaşayıblar Peyğəmbər dövründə və onların zəhmətinin, xərclədiyi o pulun hesabına bugün İslam gəlib bu günlərə çatıb. Zərrə qədər narahat deyirdilər Allah yolunda pulları xərclənəndə. Və səxavətin ən gözəl nümunəsi kimdir bəs? Kim düşür yaduza? Kim düşür yaduza? Əleyhissalam. Yaxşı yaduza saldınız, amma mən bir səxavət nümunəsindən danışmaq istəyirəm ki, doğrudan da çox düşmür yadımıza. Halbuki heç kimin eləmədiyini eləyib. Həzrəti Xədicə Kübra anamız. Ruhu şad olsun. Bu ayda şəhid olub. Bu ayda vəfat eləyib. Mən əslində onun vəfatına şəhadət deyirəm. Qismət olar, şəhadət günündə biraz ətraflı danışarıq. Gələn cümləyə təsadüf eləyəcək. Xanım Xədicə Kübra o adam idi ki, Məkkənin ən varlı qadını yox ha, ən varlı insanı idi. Təkcə qadınların arasında varlı deyildi, həm də ən varlı insanı idi. 50 mindən yuxarı dəvə karvanı var idi. Zarafat gəlməsin bu rəqəm sizə. Hətta 80 min yazıldığını eşitmişəm tarixdə. Məkkənin üzü istəyirəm, ən varlı insanı idi. Peyğəmbərin həyat yoldaşı idi. Bütün möminlərin anası idi. Əli əleyhissalam onun evində tərbiyə almışdı. Xanım Fatimə kimi şəxsiyyətin anasıdır. İmamətin nənəsidir. Bu xanım Peyğəmbər yolunda, Peyğəmbər risalətə yetişəndən sonra gəldi Rəsulullah'a dedi ki, ya Rəsulallah, mənim səninlə bir şərtim var. İndi ki Allah səni Peyğəmbər seçib, sən Rəsul olmusan, bütün sərvətim sənindir ya Rəsulallah, məndən icazə alma, onu istədiyin kimi Allah yolunda xərclə, istədiyin kimi. Və bir dəfə də olsun Peyğəmbərə etiraz eləmədi ki, ya Rəsulullah, niyə ora xərclədin? Ya niyə bura xərclədin? 13 ilin içində onun mal dövlətinin hesabına Məkkədə yeni müsəlman olan insanlar acından ölmədilər. Əgər birdən onun pulu var dövləti İslam yolunda xərclənməsəydi, sahabələrin bilirsiniz nə qədər hissəsi ilə acından öləcəkdi Məkkədə. Çünki Məkkədə müsəlman olanlara nə pul verirdilər, nə maaş verirdilər, nə çörək satırdılar, nə çörək və yaxud da başqa alverə icazə verirdilər. Onları blokadada saxlayırdılar, imkan vermirdilər, nəsə qazana bilsinlər. Heç kim müsəlmanı gətirib işlətmirdi. Və təsəvvürləyin, müsəlmanlığı qəbul eləmişik, bax burada oturmuşuq bu qədər səhabeyi məsələn. Bizi heç kim qapısında qoymur, icazə vermir işləməyə. Hamı da bizi işdən çıxardıb atıb. Necə dolanarıq 13 il? Acından öləriyə, bir ay qalsaq elə vəziyyətimiz dərinləşər. Kim icazə vermirdi müsəlmanlar acından ölsün? Kim idi pulun, sərvətin qoymuşdu müsəlmanların ixtiyarına ki, o yeni müsəlman olanlar çətinliyə düşməsinlər? Xanım Xədicə Kübra idi. O səxavətliyə başlayanda Əli əleyhissalamın hələ 10 yaşı var idi. Əli gözünü elə səxavətli xanımın evində açmışdı. Əli tərbiyəni, səxavəti o xanımdan öyrənmişdi. Xanım Xədicə Kübranın məqamı heç birimizə balaca gəlməsin. Yəni o təkcə İslam üçün pul xərcləmədi. Bütün mal mülkünü İslam yolunda fəda elədi və İslamın ilk dövründə
o yoxsul səhabələrin vəziyyətinin qorunmasına səbəb oldu və hətta hicrət edirdilər. Səhabələr Həbəşistana hicrət ediblər, sonra Mədinəyə hicrət ediblər. Düzdür, Mədinə hicrəti vaxtı artıq xanım Xədicə Kübra həyatda deyildi. Amma Həbəşistana səfər eləyəndə, hicrət eləyəndə 2 dənə hicrət baş veribdi Həbəşistana. Biri kiçik, biri böyük. O 2 hicrətin ikisinin də maliyyələşməsinin səbəbkarı xanım Xədicə Kübra idi. Və o səbəbdən Peyğəmbər sələvatullah onun haqqında buyurub ki, hamı öz malını məndən əsirgəyəndə o bütün malım mənim yolunda ehsan elədi. O bütün malım mənə fəda elədi. Və Həzrəti Xədicə Kübra anamız İslamın ilk sərmayədarı idi. Xədicə anamız o kəs idi ki, İslam onun evində başladı. İslam onun sərmayəsi ilə, pulu ilə davam gətirə bildi küfrün qabağında. Və onun evində böyüyən Əli kimi bir oğlun və xanım Fatimə kimi bir qızın nəslindən İslamı qoruyanlar davam elədilər. Çox bərəkətli xanım idi, evi də bərəkətli idi və bərəkətinin gözəl tərəfi onun səxavətli olması idi. Əl açıq olması idi, ürək açıq olması idi. Allah ruhunu şad eləsin, qiyamətdə də Xədicə-i Kübra anamızı bizə şəfaətçi qərar versin inşallah. Ümrədə olanda onu ziyarət elədik, Cənnətül Mualla qəbirstanlığında iştirak edən əzizlərimizlə bərabər. Allah o günləri bizə qismət eləsin ki, onun məzarı üzərində gözəl bir ziyarətgah görək inşallah. Gedək rahat-rahat anamızı doya-doya ziyarət eləyək inşallah. Bismillahirrahmanirrahim.